Salam qardaş oğlu. Buradan sözüm sənədir. Təbii ki, sənin Forddan o qədər də anlayışın yoxdur. Əgər sənin anlayışın olsaydı, mənim nə demək istədiyimi başa düşərdin. Bax, mənim maşınımın faraları daimi olaraq avtorejimdədir. Avtorejim də o vaxta qədər aktiv olur ki, sən qaranlıq yerə, tunelə deyək, gecə vaxtı qaranlıq düşəndə bu avtomatik yanır. Amma mən deyən ondan ibarətdir ki, mən gəlmişəm qaranlıq bir yerdə, onsa işıqlar yanır. Maşından düşəndə qapını bağladıqdan sonra işıqlar sönür. Mənə lazımdır ki, mən evə gedənə qədər və yaxud istədiyim yerə çatana qədər mənim maşınımın işığı yansın və sonra sönsün. Bunun üçün mən nə edirəm? Uzaq vuran işığı bir dəfə özümə çəkirəm, fikir ver, siqnal səsi gəldi və maşından düşürəm. Bax, yanır. Fikir ver, qapını bağlasam belə, işıqlar hələ də yanır. Bax və öyrən.